Şef məni soruşmayıb ki. Ha? Şef üzvü heç görür ki, səhər bir balaca görünürsən, sonra yenə yoxa çıxırsan. Xeyr, xəbər deyim sənə. De. Şef sənin ekspozisiyanı bağladı. Dedi ki, maraqlı nümunələr tapmasa, qulağının dibini görəndə ekspozisiya görəcək. Hardan tapım onları? Rayona niyə geçmirsən? Belə eləyirsən, şefin dərinə bahanə düşür səni də anlamağa. İstəyirsən bu dəqiqə sənin üçün ezamiyə vərəqə yazın. Vaxtım yoxdur. Əgər bilmək istəyirsənsə, həvəsim də yoxdur. Heç dəxli var. Qapı-qapı düş onun bunun dalınca ki, xalçanız varsa verin mənə. Uşaqların, qocaların altından xalçaları çək götür. Sən Səidə Nəbiyevanın yanına ged. Sənin dissertasiyana da bunun köməyi dəyər. Bəlkə indi o dünyadadır. Nə danışırsan? Səidə hələ cavandır. Bir neçə il bundan qabaq xalçalarını gətirmişdi də bura. Sonra xalçalarını Parisdə sərgiyə qoydular. Sən ged onun yanına. Görürsən kimdir? Alo, bəli. Səni. Məni? Kimdir? Alo? Ana? Hə, salam. Görürsən də işləyirik. Hə. Şampan? Şampan neynirsən? Yaxşı, alaram. Bilirəm də saat 7-də gələcəm. Hə, 7-də. Sağ ol. Alo? Səfər, mənə diqqətlə qulaq as. Axşamınız xeyir. Yazıq uşaq bütün günü işləyir. 7-nin yarısında zəng eləmişəm, görürəm hələ muzeydədir. Təzə sərgi düzəldir. Həm də dissertasiyasını Bizim Miloçka da bütün günü kitabla məşğuldur. İspan dilini, İngilis dilini, Fransız dilini əzbər bilir. İndi də öz başına Çin dilini öyrənir. Xoş gəlmişsiniz. Çox sağ olun. İndinin uşaqlarına söz ola bilməz. Öz zəhmətləri ilə gün güzaran qazanmaq istəyirlər. Götürək elə bizim Fəridir. Elə əl gəzdirib öz mənzilinə ki, adam heç oradan çıxmaq istəmir. Bu yaxınlarda bizə Moskvadan qonaqlar gəlmişdilər. Bizim Miloçka da bir süfrə açmışdı ki, 2 gözləyirdi tamaşasına. Qonaqlar heyran qalmışdılar. Bizim uşaqların əlindən hər iş gəlir. Sofa xanım, çayımız için. Əsl Hind çaydı, qızım göndərib xaricdən. Bizim də qızımızı xaricə göndərmək istəyirdilər, mən qoymadım. Yəqin basketbol komandası ilə. Xeyr, hokkey komandası. Nə danışırsınız, hə? Kinodan xalacan, kinodan. Keçək o bir otağa, təzyiqimi ölçüm. Hə? Buyur Sofa xanım. Buyur. Görək ki, mən sizi hardansa tanıyıram. Deyəsən siz harası tələsirsiniz. Xeyr, tələsmirəm. Yox. Elə isə saata tez-tez baxmaq lazım deyil. Siz doğrudan Çin dili öyrənirsiniz? Çin dili yox, Malaziya. Aha, nəyinizə lazımdır bu dil? Səfih danışıqları eşitməmək üçün. Ağıllı qızları mən qətiyyən xoşlamıram, xüsusilə hazır cavab qızları. Siz içəri girən dəqiqədən mən bunu başa düşdüm. Bircə dəqiqə. Eşidirəm. Abbas Mamedovich, axşamınız xeyir, salam. Professor Hegel, İsveçrədən, əlbəttə tanıyıram. Abbas müəllim, mən heç cürə gələ bilmirəm, bilirsiniz, ailəlikcə bir yerə yığışmışıq, bəli. Təyyarə saat neçədə gəlir? Bir dəqiqə, ay ana, neyniyim? Qəflətən Moskvadan zəng eləyiblər ki, bizə İsveçrədən qonaq gəlir. Get, amma adam ki, Abbas Məmmədov özü zəng vurubsa, deməli, vacib məsələdir. Aha. Abbas müəllim, bu saat gəlirəm. Bağışlayın da, belə oldu. Sağ olun. Fərid! Deyəsən pis qız deyil, hə? Yassı daban ayaqqabı geysə, boyumuz tən gələr.
Ana, gələn dəfə hansı qızı qonaq çağırsan, əvvəlcə ayaqqabısının ölçüsünü soruş, yaxşı? Ayaqlarım burana daxlayın. Əgər ayaqlarının ölçüsünü bilsək, onun çəkisi ilə boyunu hesablamaq bizim üçün asan olar da. Bu nə deməkdir? Ana, bu Malayziya dilincə xuda biz deməkdir. Salam. Ha, xoş gördük. Bayaqdan səni çağırıram, heç əhəmiyyət də vermirsən. Əşi, bu gürültüdə səs eşitmək olar. Bəs Faridə hanım? İşdən buraxmayıblar. Növbətçi qaldı. Yaxşı, bəs niyə gec zəng elədin? Mən düz bir saat elə bir tikanın üstündə oturub zəngivi gözləmişəm. 9-da başladım zəng vurmağa. Bu deyə Allah şahidi. Heç düşə bilmirdim. Bilirsən də telefonlar necə pis işləyir. Deyəsən pis işləməyə ürəyincən olub. Dostlar, bir söz demək istəyirəm. Bizim uşaqlıq dövrümüz keçib. Gözümüzü yumub açınca 30-u haqlayacağıq. Bizim taytuşlarımız çoxdan ailə qurublar. Belələrini bulvarda tez-tez görürük balaları ilə. Bayaqdan baxıram sizə. Elə sevinirəm ki, necə deyərlər, elə bir-biri üçün yaranmışsınız. Bu badəni içirəm sizin sağlığınıza. Xoşbəxt olun. Yaman çox çərənləyirsən, ha. Mən axı sizin xatirinizə... Başın girməyən yerə bədənini soxma. Sənin köməyinə ehtiyacımız yoxdur.